Salam, dəyərli müəllimlər, deməli, belə bir maraqlı testlə sizi tanış eləmək istəyirəm. Deyir ki, masa üzərindəki 2 kiloqram kütləli cisimlə 3 kiloqram kütləli K cismi ipin uclarına bağlanaraq şəkildəki sistem qurulur. 2 kiloqram kütləli cisim 1 metr radiuslu çevrə üzrə bərabər sürətli hərəkət etdirildikdə K cismi sükunətdə qalırsa, cismin bucaq sürəti neçə radian böl saniyə olar? Sürtünmə nəzərə alınmır. Deməli, burada biz nə edirik? Bu K cisminin aşağı dartan ağırlıq qüvvəsidir, 30 Newton. Və bilirik ki, bu ipdəki gərilmə də 30 Newtondur. Bu. Bu eyni ipdə sarınıb buna. Bu da eyni ipdir. Deməli, buradakı da olacaq 30 Newton. Bu eyni ipdir. 30 Newton. Biz də bilirik ki, bunu mərkəzdən uzaqlaşdıran EMA qüvvəsidir. Onda olacaq burada T nəyə bərabərdir? T bərabərdir MA-ya. Bu da bərabərdir 30. Bizə M, deməli burada M-imiz 2 kiloqramdır. Və buradakı M 2. A-nın yerinə yazacağım omega kvadrat R bərabərdir 30. Buradan deməli omega kvadrat R-i tapacağım 15. R də bizə 1 metr verib. Onda omega nəyə bərabər olacaq? Kök altda 15. Deməli radian bölünmüş saniyə. Çox sadə. Diqqətinizə görə sağ olun.